Salam, hər vaxtınız xeyir olsun. Bu məhsul haqqında danışmaq istəyirəm. Deməli, əgər yadınızdadırsa, mən qrupasa satmışdım ki, oruclu qrip olmuşam. Bu da mənim üçün çox çətinlik yaradır. Ona görə də bu məhsuldan istifadə etməyi düşünürdüm və inanın ki, 3 dəfə mən bundan, yəni ancaq iftarda gündə 1 dəfə bundan istifadə etmək olur. Ancaq iftardan sonra bundan istifadə etdim. 20 damcı, deməli 200 milli suya tökdüm, qarışdırdım. Biraz da çiyələk mürəbbəsinin suyundan tökdüm. Çünki o halda içəndə çox, belə deyim, ağız dadıma heç uymurdu deyə. Üzərində də yazılıb ki, kompotla və yaxud da meyvə şirəsi ilə də, suya qatıb içə bilərsiniz. O halda mən qatışdırdım, içdim. Yalnız iftardan iftara baxın, deməli 3 günə inanın ki, mən tamamilə sağaldım. Bir bundan, qış çayından və gilas saplaqlı çaydan içdim. Deməli, qış çayıyla gilas saplaqlı çaydan qarışdırdım. 1 stəkanda 5 dəqiqə müddətində dəmlədim və yeməkdən sonra və yaxud da əvvəl fərqi yoxdur. Bundan da 3 gün istifadə etdim. Baxın, 3 gündən sonra artıq istifadə etmədim. Çünki artıq lazım deyildi. Bu məhsul həm də onu da deyim ki, mədə ağrılarına, mədədə olan yara, xora deyilən xəstəliyin də çox gözəl, piroz tublarında hətta ağrısını götürür. Çox gözəl bir məhsuldur. Ağız içi yaraları da sağaldır. Həqiqətən mən gördüm ki, bu məhsulun gücünü ki, 3 günə məni tamamilə sağaltdı. Bu 3 məhsula təşəkkür edirəm və hər kəsə evlərinizdə olmasını şiddətli dərəcədə tövsiyə edirəm. Həqiqətən çox gözəl məhsullardır. Bu məhsul pipetka formasındadır. Baxın. Qatı məhsuldur. 20 damcı tökdüm. 1 stəkan içərisinə ilıq su ilə içdim. Çox da qaynar olmayan və istər kompota, istər də, yəni mən suya qatışdırdım. İçərisinə 1 qaşıq çiyələk mürəbbəsinin suyunu qatdım. Bunlar da paket halındadır. Hərəsindən 1 dənəsini stəkana tökdüm. Hərəsindən 1 dənəsini. O cür özümü tez sağaltdım.